Özünə hörmət eləyən adam İlham Əliyevə təşəkkür edir. Ya bir dənə bala, şəkilə baxın. Özünə hörmət eləyən adam İlham Əliyevə təşəkkür eləməz. Ona təşəkkür eləyənlərin hamısı götə girən, hamısı yaltaq, hamısı şərəfsiz, hamısı ləyaqətsiz, hamısı mənəviyyətsiz adamlar. Normal adam İlham Əliyevə niyə təşəkkür eləsin ki? Ömrümüzü günümüzü çürüttün tabii sen. 2003'ten adam prezident oldun. Hadi bəsdir də. Sen geldin Azərbaycan Respublikasının konstitusiyasının içine sıçdın. Ailəsə qəşəng sıçdın. Referendum adına görə adıyla belə konstitusiyasının içine sıçdın. Bəsdir. Sen kızım mən qızımla yaxşı qızdır. Yoxsa sen oğlum mən oğlumla yaxşı oğuldur. Mənim oğlum var, Barış. Sən də oğlum var, İlham Əliyev. Sənin oğlun Heydər Əliyev var, oğlum. Mənim oğlumun duruşu ola bilməz. Mənim oğlum sənin oğlundan ləyaqətli oğlandır. Kişi oğlandır. Prosta sən məni elə bir vəziyyətə qoymusan ki, mən oğlumun kişi kimi yaşada bilmirəm. Barış. Fəxr edəcəksin, mənim atam kəramətdir. İlham Əliyevin götünə girən şərəfsiz, ləyaqətsiz adamlardan deyil. Diktatorun götünə girən adam deyil. Yəni diktatorsun da, ömrünüzü günümüzü çürütmüsən də.